Bir daha xoş gördük. Yenə həmin qəbuldan 32-ci sualın izahına baxacağıq. Sualları bir-bir paylaşıram ki, videolarımızda qısalsın. Getdik sualımıza. Deməli, 32-ci sualda deyir ki, zərflərin birində ismə məxsus əlamət var. İsmə məxsus əlamət yalnız nədir? İsmə məxsus əlamət cəm, hal, mənsubiyyət, bir də şəxs xəbərlik. Yəni bu əlamətlərdən birini zərf qəbul edibsə, zərf isimə aid əlamət qəbul edib. Qəflətən heç nə yoxdur, indi düşmə heç nə yoxdur. Sonralar bu haqda çox danışılacaq. Bura dünyanın hər yerindən turistlər gəlir. Atəş səsləri kəndin yaxınlığında dalbadal eşidildi. Deməli, qapı qəflətən döyüldü. İndi bax C variantı oxumadıq, sonralar. Sonra zərfdir. Bu haqda çox danışılır. Nə vaxt sonra? Larilər isimə aid cəm şəkilçisidir. Deməli, zərfin tərkibində isimə aid şəkilçi işlənibsə, deməli həmin zərfdə isimə məxsus əlamətlər özünü göstərir. Sağ olun.